Mərkəzi O1 və O2 nöqtəsində olan çevrələrdə AB və CD ortaq toxunanlar, MK-in üçbucağının perimetri 12 olarsa, AB-ni tapın. Əgər AB və CD ortaq toxunanlardırsa, onda toxunma nöqtələri arasındakı məsafələr, yəni AB parçası ilə CD parçası bir-birinə bərabərdir. Və şəkilə görə KY və KA, K nöqtəsindən çevrəyə çəkilmiş ortaq toxunanlardır. Onlar bir-birinə bərabər olduğu üçün hər birinə x dəyişəni ilə ifadə edə bilərik. Digər tərəfdən MY və MC də O1 mərkəzli çevrəyə çəkilmiş ortaq toxunanlardır. Onlar da bir-birinə bərabər olduğu üçün onlara da bir y hərfi qoya bilərik. Sonra KB və KF, KB və KF. O2 mərkəzli çevrəyə çəkilmiş ortaq toxunanlardır. Onlara da Z hərfi qoya bilərik. Eyni zamanda N nöqtəsindən ND və NF parçaları da O2 mərkəzli çevrəyə çəkilmiş ortaq toxunanlardır ki, onlara da bir K hərfi qoymaq olar. Üçbucaq MK'nin perimetrini yazası olsa, onda alacaq X üstəgəl Y üstəgəl Z üstəgəl K üstəgəl MN. X üstəgəl Z cəmi bizə AB parçasını, Y, K və MN isə bizə CD parçasını verir. Deməli, onların da əvəzinə yazsaq CD, onda olacaqdır AB üstəgəl CD bərabərdir. Perimetr 12 verilib. AB və CD-nin bərabər olduğu nəzərə alsaq, CD-nin əvəzinə AB qoyanda olacaq 2 vuraq AB bərabər 12-yə. Buradan isə AB parçasının uzunluğu olur 6. Cavabımız B variantı.